Bunu da Robin Torres. Okay. Composite functions. Composite functions bizim dildə mürəkkəb funksiyalar var, odur. Yəni ev nəqə atacağım. Hə. Composite functions iç-içə olan funksiyalardır. Məsələn, belə bir şey ola bilər ki, digital SAT-də düzdür bu hələ ki görməmişəm. Bilmirəm, siz görmüsünüz. Görmüsən sən bundan? Composite functionlardan digital SAT-də. Yox, şeydə, imtahan özündə. Hə, mən xatırlamıram axı. Sırf belə iç-içə olanları, kompozit olanları, belə olanları. Hələ bir-birinə vurulan heç, plus eləyəndə sıfır olan falan, onlar heç. Hə, xatırlamırdım mən, neyse. Var imiş. Yanımda. Ben bu ben demiştim ki bu aslında düşmür diye. Ve ben niyeyse sırf o düşmür diye bunu yazımda saklamıştım da. Ve İmtahanlar üçün. bir şekilde seviyorum. Düşeceğini bilirdim. Tamam, mən təxminimə görə hələ də Bir tane görürəm. ilk anında var. Hə, yəni belə xatırlamıram mən də nə vaxt düşdüyünü. Hə, amma yenə ümumi bilmək lazımdır. İç-içə olan funksiyonlardır. Məna olaraq bilirsən ki, 2 dənə funksiyon var. F, G deyə 2 dənə funksiyon var. F, G4 belə bir funksiya veribsə, baxın, iç-içədirlər bunlar. Bu formada da görə bilərsiniz bunu. Eyni şeydir, yəni bu belə içinə yumru qoyub demək istəyir ki, G4 bunun içindədir. F, G4-su birinci nə eləyərik? G4 bilərəm ki, G funksiyon lazımdır, mənə bu lazımdır. Yerinə 4 qoyaram bunu. Onlar 4-ün üstündə 2 plus 1 bərabər 17. Substitution məsələsində onsuz da bütün funksiyalar üçün eləyə bilərik. Hansı bir qiymət varsa yerini qoy, y tap. Eksi veribsə y tap. İndi tapdım ki 17-dir. Yəni FG4 əslində F17 budur. Bu dəfə də function F istifadə edirəm. Yerinə 17-ni qoyuram. Cavab çıxır 30. Oldu? Bu belə. İkincisi G fx verib tutaq ki belə. Bu dəfə expression formunda istəyir cavabı. Nə edəcəm? Deyirəm ki, fx nəyə bərabər? Bilirik də 2x deyil 5-dir. Yerini qoysam tapa bilirəm, düzdür? Bizə nə lazım indi? G 2x plus 5. Biz bilirik ki, gx əgər x square plus 1 kimi yazırıqsa, g a yazsam əgər a square plus 1 olacaq. Nə bilim, a olmasın, başqa bir şey olsun. Məsələn, 2x plus 5 olsun. Nə edəcəm? X-in yerinə 2x plus 5 yazacağım. Olacaq G 2x plus 5 equals 2x plus 5 square plus 1. Oldu? Bu formada işləyirik bunları. Sadəcə yerinə fikir versə, yerini qoydum və expression kimi tapdım ki, budur yəni. Əslində, G fx budur. Aydın da yəqin ki, çox bir dayanmaq istəmirəm onun üstündə. Bu formada bəlkə qabağınıza çıxar ki, uyğunlaşdırasınız. Məsələn, deyək ki, FG3 deyirsiniz ki, FG3 deyirsə, gərək G3 nədirsə onu tapın birinci. Function G-ni də qrafik olaraq vermir və yaxud da analitik formda vermir də sizə. Analitik form, yəni məsələn 2x dəyər 5 bu tipdə vermir. Table verir sizə. Table verib G3 deyirəm ki, Gx eksi 3 olanda 1-ə bərabərdir. Bunun qiyməti 1-dir. Yerinə qoyuram F1. Mənə indi nə lazımdır? Function F lazımdır. Yəni, bu dəfə bu lazımdır. F-in 1 olduğu qiymət F1 daha doğrusu.
X'in 1 olduğu qiymət buradadır. X 1 olanda F1 də 4-ə bərabərmiş. Cavab olur 4. Aydındır. Yəni iki dənə funksiyonu bu dəfə analitik formada verməyib, function formada, grafik formada verməyib, table formada verib. Heç bir fərqi yoxdur. Davam edirəm. Hə, linear function bir də exponential function məsələsi. Bunu biz percentage mövzusunda müəyyən qədər danışmışdıq deyə xatırlayıram. Linear function hər dəfə eyni amount increase var. Məsələn, 50.000 dollar pul qoyuruq banka. Deyirik ki, tutaq ki, şərtdə simple interest-dir, sol tərəfdə simple interest göstərmişəm. Sağda da compound interest-dir. Nədir fərqi? Birincidə 50.000 qoyduq banka. Bu oldu initial amount. 2% per annum. İllik 2% artacağını göstərir. Simple interest-də deyirəm ki, 2% of 50,000 deyirik burada. Nə qədərdir? 1000 dollardır, düzdür? 50.000 dollar pul demək ki, 1 il sonra nə olacaq? 51.000 dollar olacaq. 2 il sonra nə olacaq? 51.000 plus 1000 də 52.000 dollar. 3 il sonra bir dənə 1000 dollar, 53.000. 4 il sonra bir dənə 1000 dollar. Yəni nə baş verir? Hər il 1000 dollar. Eyni increase varsa, yəni deyə bilərik də buradakı 1000 dollar per year. Yəni əslində orada 2% hər il 1000 dollar artımı göstərəcək. Bu bizi slopu xatırladır da yəqin ki. Yəni hər il 1000 artarsa isə slopdur. Və yaxud da belə də görə bilərik ki, 50.000 üstünə hər dəfə bunu gəlir, il sayını vurub tapa bilərik. 4 il sonra demək 4.000 dollar gələcək üstünə. Olacaq 54.000. Oldu? Bu olur linear function. Initial amount, bu da increase deyək də. Digər tərəfdə, sağ tərəfdə göstərdiyimiz isə compound interest-dir. Compound interest-də da yenə şərti eyni verirəm. 50.000 dollar qoyuruq. 2% yenə increase qoyuram illi, amma compound interest-dir bu dəfə. Simple interest-dir. Compound-un nə fərqi var? Simple interest-də bir ilin sonunda 51.000 idi. Compound interest-də də 51.000 olacaq. Niyə? Çünki 2% increase var. Sonra simple interest-də 51.000-i necə əldə eləmişdik? 1000 gəlmişdi üstünə. Düzdür? Aysa, bu dəfə 51.000-in 2%-ni gələcək. Yəni, sanki hər il sanki şərti təzəlirik. Mənim pulum sanki sıfırlanır orada şey olaraq. Sıfırlanır demir də. Aysa, sanki elə bir proses baş verir də. Şey olur, 51.000 olur mənim minimum buradakı pulum və o 2% ən oldu deyə illi artımı olana bu dəfə 51.000-ə görə tapılır. Bu dəfə elə ki 1020 dollar eləyir. 50.000 üstündə 1000 gəlib 51.000 eləmişdik. Bu dəfə simple interest-də 1000 gəlirdi. İndi 1020 gəlib burada. Sonraki il biraz da çox gəlib. Sonraki il biraz da çox gəlib. Fikir verirsinizsə, bir də burada mən level atladım. Dedim ki 2% increase sayılır da bu, düzdür. Gəlin bunu 1,2-yə vuraq. Olacaq. Okay. Üçüncü ilin sonunda o zaman bu qədər pul olur. Yenə çək gəlir başa. Bu dəfə 53.060.40. Yenə 2% artım vardı ya. O increase varsa 1.02 kimi yazarım. Taparım yenə nə qədər olacaq. Bu dəfə tapıram ki 54.121.61. Aradakı fərqi yəqin ki gördünüz. Biri 54.000, diğeri 54.121.61 round edəcək. Burada bir dənə maraqlı bir şey baş verir əslində. Deyirəm ki, 50.000-i elə ən başda da 1.02-yə vura bilərdim, düzdür? Tapardım birinin axırı. Sonra bu qırmızı rəngdə olan hissə birinin sonunu göstərir. Bu dəfə də vuraram 1.2, bu da göstərəcək ikinci ilin sonunu. Görünəkdə olan. Sonra yaşıl rənglə eləyəcəm indi. Bu da göstərəcək üçüncü ilin sonunu, düzdür? Baxıram ki, hər il nə baş verir? Increase tapıram deyə, bu olur növbəti il üçün initial. Yenə 2% artır. Bunu tapandan sonra
Yenə initial dönümdə bu. Hər dəfə bir tam %2-yə vura-vura gedirəm. Və nəticədə nəyi tapmış oluram? Hər dəfə sonunda nə qədər olacağını deyir. Funksiya formasını, belə equation formasını salırıq buna. Yəni deyirəm ki, əslində 50.000-i hər dəfə 1,2-yə vuraram. Bir il sonrası bir dəfə vuraram. 2 il sonrası 2 dəfə vuraram. Eyni şeyi təkrar-təkrar yazmaqdansa bunu eləyərəm belə. Və burada əmələ gələcək exponential function. Oldu? Aydındır. Burada həmişə initial value göstərilir. Digər tərəfdə increase ya da decrease nədirsə o göstərilir. Tamam, davam edirəm. Məsələn, burada sual var. Deyir ki, 32 dənə bakteriya var deyir. Və hər 20 dəqiqədən bir bunların sayı 2 qatına çıxır. Doubles deyir orada. 2 qatına çıxır. Yəni 32 bakteriya var. 20 dəqiqə sonra 64 dənə olacaq. 40 dəqiqə sonra bir dənə 20 dəqiqə keçdiyinə görə 64 vurulacaq 2-yə. Yəni nə baş verir? Hər dəfə 2-yə vura-vura gedəcək. 32 idi, vurdu 2-yə, 20 dəqiqə sonra oldu 64. 64 vurdu 2-yə, 40 dəqiqə sonra oldu bu qədər. Düzdür? Bir dənə də 20 dəqiqə keçdi, bir dənə də vurdum 2-yə, oldu nə bilim, neçədir? 64, 128, 256. Düzdür? Deyə bilərik belə. 3 dəfə 20 dəqiqə keçdisə, 1 saat keçdi deyə bilərik. O zaman 1 saat ərzində 2 üstü 3 olur. İndi suallar necə ola bilər? Deyə bilər ki, indi burada dediyi kimi, find number of bacteria after 3 hours. Biz nə dedik? Dedik ki, 20 dəqiqədə baş verirsə, 2 cür yanaşa bilərik buna. Biri deyərik ki, 3 saat ərzində 3 dənə 60, 180 dəqiqə var, düzdür? 180 dəqiqəni 20 dəqiqəyə bölərəm, onlar 9 dəfə, düzdür? 9 mənə nəyi göstərir? Prosesin neçə dəfə baş verəcəyini, düzdür? Yəni, fikir verin, example 2 yazdım, sizə fikir verin. Number of minutes, x number of minutes. Per 20 yazmışam. Yəni, dəqiqə nə qədərsə girirəm, 20-yə bölürəm, bu proses neçə dəfə baş verəcək, onu tapıram. Demək ki, doubling, o 2-yə vura-vura artım 2 var. Neçə dəfə baş verir? 9 dəfə baş verir. Okay? Onda power olacaq 9. 32 idi, initial value. Nə qədər artır? 2-yə vura-vura artır. 9 dəfə baş verir bu. Olacaq 16.384 dənə. 3 saatın sonra. Oldu? Sıkıntı yoxdur. Eyni şeyi saatla fikirləşsək, deyirəm ki, bir dəqiqə, biraz əvvəl biz dedik ki, 3 dəfə baş versə 1 saat keçmiş olacaq, düzdür? Yəni 1 saat ərzində o doubling dedik 3 dəfə baş verir. 1 saat ərzində 3 dəfə baş verirsə, onda saat sayını 3-ə vursam, 3 saat ərzində də görəcəm ki, 9 dəfə baş verəcək də bu, düzdür? Yenə var, 32-ni vurdum 249-a. Amma bu dəfə nə baş verdi? Formulada üstündə 3n yazdım. Niyə? Çünki bu dəfə n saatı göstərir. Baxın, suallarda bunu da soruşur. Şərti verir, soruşur ki, hansıdır? Deyəcək, bunlar deyil, C cavab. Nə edirsiniz burada ən yaxşı taktik olaraq nə edə bilərsiniz? Söhbət 3 saatdan gedir. Saata çevirəcəksə, düşünürsünüz ki, şey düşünə bilərsiniz. 3 saat n-in yerinə 3 qoyacam deməkdə, bu düzdür. Hansı variantda 9 ala bilərəm? Burada 3 qoysam elə 2 üstü 3 deyil. 3 qoysam 20-də 3-dür, deyil. Bura 3 qoysam 1-dir. Bir dəfə artım sayılır. 3 saatda bir dəfə deyil. Amma bura sən 3 qoyanda görəcəm 9-dur. Hə, bizə lazım olan tapdıq. O aydındır. Bizə nə lazımdır? 2 üstü 9-u təyin etmək burada. Bu sualları bir də bura qədər də verirlər bəzən. Deyir 32 dənədir. Hər 20 dəqiqədə bir 2 qatına qalxır. Hansıdır qrafik? Deyir.
funksiya hansıdır? Yəni fx nəyə bərabərdir? Birinci variantda ola bilər ki, sizdən sualı kimi soruşsun. Deyir ki, fx-dir, x deyər orada dəqiqələrin sayını göstərir. Hər 20 dəqiqədə 1 deyirsə, 20-ni bax aşağıda yazacaqsınız. Bəzən uşaqlar çaşdırırlar, 20 eksi götürürlər bunu, B variantını. Qətiyyən siz o səhv eləmirsiniz. Niyə? 20 dəqiqədə bir dəfə baş verirsə, 20 dəqiqə sonra doubling baş verirsə, 2-yə vurursa, x-in yerinə 20 qoyanda demək ki, 2-yə vurulacaq. Baxın, bu halda olsa 32 2 üstündə 20 x olanda var. X-in yerinə 20 qoyanda 2 üstü 40 eləyir, düzdür? Sanki 20 dəqiqə ərzində x axı dəqiqələri göstərirdi. 20 qoysam yerinə, o 20 vur 20 400. 400 dəfə baş verir kimi görünürdü. Elə olmamalıydı. Amma məsələn C variantında x-in yerinə 20 qoyanda bu olur 32 vur, 2-nin üstündə 20 böl 20. Yəni 1. Yəni bir dəfə baş verdi bu proses. Oldu? Yəni hər 20-də birlər 20 dəqiqədən bir deyirsə, o dəqiqə ilə istəyirsə bölürsünüz. Eyni şey saatı çevirmək məsələsinə girsə, o zaman bu dəfə 60 dəqiqəni nəzərə alıb verirsiniz. Deyirsiniz ki, 20 dəqiqədə 1 baş verəcək. Onda 60-a vurun, 1 saatda 3 dəfə baş verəcək. Saat sayını gərək 3-ə vurun ki, bu dəfə saat sayını 3-ə vurun ki, neçə dəfə bu proses baş verəcək, rahatlığını görə bilməm. Yəni, burada məsələn, n-in yerinə mən 1 yazanda 1 saat ərzində 2 üstü 3 dəfə baş verəcək. Həqiqətən də 20 dəqiqə, 20-40 dəqiqə, 60 dəqiqə. 3 dəfə bu proses baş vermiş olur. Tutdunuz bu dediklərimi. Bu arada eyni şeyi mən dəqiqə saat məsələsinə bağladım. Gün, ay, il bu məsələləri də bağlayırlar. Məsələn, deyər ki, ildə 6 ayda bir baş verir, deyir. 6 ayda bir. Nə deməkdir bu 6 ayda bir baş verirsə? Demək ki, ildə 2 dəfə baş verir, düzdür? Yəni, tutaq ki, 50 min idi, ildə 2 dəfə baş verir. 6 ayda bir baş verirsə, burada da number of year ilə girəcəmsə, deməli, gərək mən n-i 2-yə vurum da. N axı 1 il olanda 2-yə vurulmalıdır. 1 il ərzində axı 2 dəfə baş verir bu artım. Oldu? Belə bir şey. Bu isə bayaqki bakteriya sualında 2-yə vurulma idi. Doubling yazılmışdı. Ona görə oradan da yadda saxlaya bilərsiniz. Bu örnəyi böyük ehtimal ki, yadda saxlayacaqsınız. Şeyə qədər, axıra qədər. Hə. Bu içəridə increase, decrease, hər nədirsə onu göstərir. Keywordlər nə ola bilər? Deyə bilər ki, number of flankes doubles, nə bilim, triples, 3 qatına çıxır. Ya nə bilim, deyə bilər ki, twice deyə, nəsə də şərtin içində twice. Bilərsən ki, 2-yə vurur bu dəfədə. Ya nə bilim, deyək ki, 100% increase bu arada, bu double-dan eyni şeydir, 100% artım. Özü qədər artım 2-yə vurmaq deməkdir. Nə bilim, 20% artım, azalma, nəsə də ola bilər. Onlar həmişə burada içəridə göstərilir. Siz bunun 1.2 isə artım olduğunu, 0.8 isə azalma olduğunu təyin eləyə bilərsiniz. Oldu? Yaxşı, bunlar belə. Linear və exponential arasındakı o müqayisəli formada məncə öyrənmək daha yaxşıdır. Yəni, ümid eləm öyrəndiniz. Öyrəndiniz? Həl. Bu dəfə yəqin ki, bir tapşırıq çox olacaq, amma olsun, mənim canım sağ olsun. Düzdür? Niyə elə baxsın Şəmsəddin? Sanki mənə nəsə demək istəyirsənmiş kimi. Mən canım sağ olsun. Ay, sağ ol. Sən xırda bu şey oxuyur. Mən səni bayaq tərifləyərək düz addım atmışam. Necə? Sən, ümid gedirsin sinə, bazarlara geçirik. Sənə görə ixtisarlar edəcəm nə qədər. Məsələn, 10 dənə PDF-dir, 6 dənə edəcəm.
Siz bakın. Səhvəsə 150 sual açıq. Onun bir travması var. Ona gelelim. 150 saat. Puana baxın. 70 səhvənin içində 70 sual var, amma 24 səhvənin içində 24 sual yoxdur. Tutur səhvəti tutur. Bu arada haqlı. Neyse biz mövzuya davam edək. Maraqlı bir şey daha öyrənək. Shifting məsələsinə baxaq. Shifting qrafiklərin hərəkət elə məsələsidir. Çox sağ olun. Böyük dəstəkləriniz üçün. Sen de güzellik şey sağlarlar. Ben hani işler gidecek ama baksana bir sürü sayfası söyledi, bir sürü 24. Dedim 24 tane olandan bahsediyor. Tam bak sırasıyla ki müellim size elemez. Dedim niye müellim de onda da dedi